Allah niyə məni kasıb ailədə dünyaya gətirib? Mən də varlı ailənin övladı olmaq istəyirəm. Bu his çox tanışdı. İnsan öz həyatına baxır və başqasının imkanlarını görəndə soruşur. Niyə mən yox? Amma bir şeyi fərq etmək lazımdır. İnsan doğulduğu yeri seçmir, amma necə davam edəcəyini seçə bilir. Varlıq və yoxsulluq təkcə pul məsələsi deyil. Bəzən varlı evdə böyüyən insan boşluq içində olur. Bəzən isə kasıb evdə böyüyən biri güclü, dözümlü və məqsədli olur. Həyat hər kəsə eyni başlanğıc vermir, amma hər kəsə bir istiqamət verir. Ən təhlükəli düşüncə budur. Əgər mən filan yerdə doğulsaydım, hər şey fərqli olardı. Bu fikir insanı dayandırır. Halbuki tarixdə çox insan var ki, sıfırdan başlayıb və öz yolunu özü qurub. Bəlkə də sənə verilən bu həyat səni zəiflətmək üçün yox, daha möhkəm etmək üçündür. Bəs düşün, sən doğulduğun yeri dəyişə bilməzsən, amma gələcəyini dəyişmək üçün nə edirsən?